Bəlkə də bəziləriniz eşitmişsiniz, Azərbaycanda çox gözəl bir himayədar ailə modeli var. Bu nədir? Övladlığa götürməkdən tamamilə fərqli bir məsələdir. Siz hər hansı bir uşağın, valideyn himayəsindən məhrum olmuş uşağın himayədar ailəsi olursunuz. Müraciət edirsiniz Sosial Xidmətlər Agentliyinə ki, mən filan kəsin tutaq ki, himayədar ailəsi olmaq istəyirəm. Dövlət buna görə sizə bir vəsait ayırır, o uşağa baxılması üçün və siz onlara ailə nəvazişi, ailə qayğısı göstərmək üçün onun himayədar ailəsi olursunuz. Burada əsas məsələ uşaqların hüquqlarının qorunması, onlara valideyn qayğısı göstərmək, valideyn-uşaq münasibətlərini aşılamaqdır. Çünki həmin uşaqlar valideyn himayəsindən bir formada məhrum qalırlar, ya valideynlərini itirirlər, ya da ki, əsas valideynlərin baxma imkanı olmur. Bu modeldə siz həmin uşaqlara ailə qayğısı göstərirsiniz ki, onlar ailə mühitində böyüyə bilsin. Bunun üçün də dövlətdən vəsait alırsınız. Çox gözəl bir modeldir. Yəni kimlər ki, fikirləşir ki, filan kəsin mən himayədar ailəsi olmaq istəyirəm, ona dəstək göstərmək istəyirəm, ona yaxşılıq eləməliyəm, onun daha yaxşı böyüməsinə təsir göstərməliyəm, onun ailə mühitində böyüməsinə dəstək göstərməliyəm, ailə qayğısını uşaq almalıdır. O zaman himayədar ailə modelinə müraciət edə bilərsiniz.